Salamlar əziz izləyicilərsi, böyük gələcək kiçik addımlarla verilişin növbəti qonağı istedadlı futbolçu Fərhad Məmmədlidir. Fərhad Məmmədli, salamlayıram ilk öncə səni. Buyur. Neçənci ildə harda dünyaya göz açıbsan? 2012-ci il Ordubad rayonu Dəstə kəndində. Artıq sənin 14 yaşın var. Var. Hansı klubda mübarizə aparırsan lazım? Amasya bax. Forması da əynindədir Amasya Bəli, bəli. komandası. İlk hansı klubda başlamısan futbola? Arazın atma. Daha sonra Qarabağda oynamışam, sonra Amasya Bakıya. Amasya Bakıya daha sonra. Var. İlk məşqçin kim olub? Əvəz müəllim. Daha sonra Sonra Qarabağda. Eldəniz müəllim. İndi də Tərlan. Tərlan müəllim. Necə başladın futbola? Özün mü başladın yoxsa ki kiminsə məsləhəti ilə mi? Yox, özüm başladım. Özün həvəsləndin. Bəli, bəli. Hansı mövqedə oynayırsan? Orta top oynayan. Playmaker. Bəli. İbrahim, Ferit, ötürmə var. Ferhat! Şedevir toxmuş. Direğin altına ölümcüldür zərbə. Araz Naxçıvanda başladın, səni kəşf etdilər. Daha sonra Qarabağa indi sən Amasya. komanda yoldaşlarının dili ilə desək, komandanın düşünən beynisən sən. Onları da şərh etmişəm. Futbolçu olmağın çətin yönləri hansıdır? Yəni bir futbolçu olaraq çətin yönləri varmı? Çox da yoxdur. Hansılar var, onları deyə bilərsən? Bizdə də ola bilər. Olub mu ciddi gözələn? Xeyr. Nəyə qədər həm Araz Naxçıvanda, həm Qarabağa, həm də ki, şükür ki, Sağlam. bəli, əlhəmdülillah. Səni futbola sevdirən amil nə idi? Mən topla oynamaq xoşlayıram. Sevirsən zaten. Bəli. Və topla oynayacaq qədər kumirin kim olub? Yəni topla oynayacaq sənin yaş uyğun, sən görmüsən həmin futbolçunun oyununu, bəyənmisən, Bəs. yenilmişsən. Bəli. Səndə sol ayaq deyil, məndə sağ ayaq işlək ayağımdır. Sağ ol. Bəli. Və dünya futbolunda kifayət qədər atsan olan yenilməksə heç bir təqdimata ehtiyacı yoxdur. Onun haqqında deyiləcək heç bir söz yoxdur çünki. Yadda qalan bir oyun olubmu? Hər üç sadalığımız komandada. Var. Hansı komandaya qarşı? Araz Bakı. Az Bakıya qarşı möhtəşəm bir gol. Var. Necə olub? Xatırlayırsan bu golu? Var. Necə? 9-un 9-u da olub. Böyük meydan Poliyada. Uzaqdan Zərbə var. gələn topu. Birbaşa zərbə var. Dünya futbolunda özünə kumir kimi Messini bilirsən. Qeyd etdiyin kimi. 11'lik qurmaq şansın olsa əgər. Necə qurarsan 11'lik? Qapıdan başlayaq. Kimi qoymaq istəyirsən araya? Buffon. Sağ müdafiə. Kop. Hücumda. Üçlük. Messi, Neymar, Mbappe. Bu üçlüyü qoymaq istəyirsən. Bəs yarım müdafiədə? Zidane, Tinya. Məcbur deyil dünya futbolu. Yəni özün də oynaya bilərsən. Həmin o komandada sadalan futbolçulardan kimi çıxardıb özünü oynamaq istəyirsən həmin futbolçunun yerində? Şu an demək olar ki. Yəni onlar sadalan kimi futbolçular yoxdur yəni. Elə qeyd etdin sən. Fərhad öz irəlir, yaxşı keçdi bir rəqibi. Hələ top ondadır. Skapya zərbə və gol! Tərlan müəllim tələbkar bir müəllimdir, mən bilirəm. Bəli. Çox tələbkar bir müəllimdir. Ən çox səndən tələb etdiyi nədir? Nəyi tələb edir? Oyun quruculuq. Tələb edir ki, məcbur edir ki, oyun qurmağı. Yəni səndə bu istedadı bilir, ona uyğun iş görür. Məşqlər zamanı sevdiyin bir hərəkət varmı, onu icra edirsən? Qapıya vurmaq, pas vermək. Qol vurmaq mı, yox qol ötürməsi etmək mi? Ən çox sevdiyin iş. Qol vurmaq. Qol. Həftə neçə dəfə futbolla məşğul olursan, nə məşq edirsən? 5. Həftədə 5. İndi hal-hazırda məktəblər tətilə gedib və əgər tətil olmadığı halda düşünsək, təhsilinə mane olunmur həftədə 5 dəfə futbolla məşğul olmaq? Xeyr. Sevdiyin bir iş var mı futboldan əlavə etmək istədiyin və yaxud da edəcəyin, etdiyin? Yox, hələ ki futboldur. Ancaq futbol. Bəli. Sırf futbolla məşğul olmaq. Qeyd etdin Araz Naxçıvandan gəlmişsən. Naxçıvan şəhərində futbolla, Bakıdakı futbolu müqayisə edə bilərsənmi? Yəni oradakı futbolla, buradakı futbol. Hansı daha çətindir? Burada çətin deyil. Yəni burada imkanlar daha çoxdur deyə çətindir. Meydanda komanda olsana hansı ilə bir-birini yaxşı başa düşürsən? İbrahim. Unut. Çımçı ilə bir-birini başa düşürsən.
Ən çox qəzəbləndiyin futbolçu kimdir? Ona da çox qəzəblənirsən ki, oynamaq lazımdır. Yox, hələ ki yoxdur. Şura Ham- hamısı Hamısı yaxşıdır. ailə ortamı yaradıb, Təğla müəllim dediyi kimi, komandada ailə ortamı yaradıb, Bəli. komandanı çox əla bir hala gətirib. Təğla müəllimin sevdiyin cəhətləri var. Bu xarakter, xasiyyət olaraq hansı xasiyyətini bəyənirsən ən çox? Müəllim kimi xarakteri çox xarakterim yox. Qəzəblənirmi heç sizə? Qəzəbləndiyi olur, amma yerində Sakit. olur. Həm də yerində deyərkən Başa salır. başa salır və səhvlərimizi izah etmək üçün. Bəli. Sadəcə buna görə qəzəblənir. Belə anladığım kimi, sən Təğla müəllimin heç bir mənfi xüsusiyyətini görməmisən. Bütün Yox. müsbət xasiyyətini görmüsən. Sənlə münasibətdə mi belədir, yoxsa ümumi komandada? Ümumi komandada. Aha, bütün futbolçulara qarşı. İbrahim. Topu qazanır Fərhad, qapıya zərbə və gol. Hesab bərabərləşir. Futbolla bərabər bir idman növü ilə məşğul olmaq istəyən hansı idman növü olardı? Üzgüçülük. Boyuna görə yoxsa sudan xoşun? Sudan da xoşum gəlir, amma boyuma görə demək istəyərdim ki, İndi hal-hazırda dünya çempionatı gedir. Sənə görə favorit komanda hansıdır? Baxırsan mı? Onda düz vaxtlar gecədə biraz başqa olur, amma gündüz onda Argentina. Lionel Messi'yə görə. Təbii ki. Fərhad, sənin üçün futbol nə deməkdir? Futbol deyiləndə sənin ağlına nə gəlir? Sevgi. Və bu sevgi səni indi futbolda cəmləşdirir. Bəli. Qidalanma ilə bağlı, yəni sən 5 gün məşqdə olursan, qidalanmada problem yaşayırsanmı? He. Yəni öz qidalada vaxt Bəli. ayırabilirsən. Dostlarınla vaxt keçirirsənmi heç? Arada bir. PlayStation oynamağa və yaxud da. Bəli. Məhəllədə futbol oynayırsanmı? Bəli. Əziz bir dostun varmı? Daha yaxın oldu o, sillərini bölüşdüyü. Varmı öyle bir dostun? Bəli. Kimdir? Harun. 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 Harun soyadını bilirsən? Aslanım Harun. Aslan Harun. Harun. Onunla daha çox problemlər və yaxud da hər hansı bir qayğılı onunla bölüşə bilirsən. Çox rahat. Mikael burada. Murat, zərbə və gol! Olurmu xəstə bir halınla sənə deyiblər futbolu oynamama sən oynamsa olurmu belə bir hal? Məsələn, xəstə olmuşsan, qrip olmuşsan, Qızdırmalı olmuşam, oyuna gəlmişəm. aynı gəlmişsən. Yəni sənin o qızdırma qabağında sifət olmuyor. Sevdiyin bir yemək varmı? Dolma. Dolma xoş. Sevdiyin bir maşın varmı? BMW. Sevdiyin bir ölkə varmı? Azərbaycan. Azərbaycan. Yəni dilbər ölkələri Azərbaycan. Fransa. Fransanı gəzmək istəyirsən. Fərhad, sənə sonsuz sayda dolma versən, yemək olaraq, sayı məlum olmayan qədər BMW versən və Fransada ömürlük yaşamaq hüququ versən. Ömrünün sonuna qədər. Futboldan uzaqlaş desən, uzaqlaşarsan. Düşünmədən cavab. Bir anlıq. Fərhad oynadı, Fərhad. Qapıya zərbə və möhtəşəm gol. Fərhad. Hesabı 2-2-dir. Azərbaycanda futbolla məşğul olsan əgər, belə deyək, davam etsən peşəkar karyera, hansı klubda davam etmək istəyərsən? Qarabağ ola bilər, Sumqayıt ola bilər, Sabah. Yəni fərq etmir, sənə Bəli. futbol lazım. Avropada Hansına yönləndirsələr ona gedir. sənə futbol lazım, sənə maraqlı deyil. Hansı klub olsun, amma futbolla yaşamaq. Mən sənə futbol sevgiyə heyran qaldım həqiqətən. Çox möhtəşəm də futbol sevgin sadəcə dəhşət saçır, yaxşı mənada dəhşət saçır. Sən futbolu bu qədər sevməyin həqiqətən də sənin oğlanı bu olacağına inanıram. Və inanıram ki, futbolla sən bir nöqtəyə gəlib çatacaqsan, həmin nöqtədə zirvələr ayağının altında qalacaq. Düşüncən, sənin düşüncən səni futbola yönəldi, başqa bir yer tapmayıb sənə, başqa bir iş məşğuliyyət sənə yer tapmayıb futbol üçün. Məşəqqətin yolun nə qədər çətin olsa da, o qədər uğurla və inamla addımlayacaq, o qədər əminəm ki, mən sənin futbol zəkanı görmüşəm, az da olsa onları şərh etmişəm, amma qətiyyətinlə futbolun nə yerdə olduğunu mənim üçün göstərdin yəni olaraq. Böyük bir
əhsən düşür. Sağ ol. Sənə həqiqətən də düzdür, cavabın optimal konkret cavablar olsa da verdiyin cavablar isə qətiyyət doğrulur da. Fərhad topun gerisindədir. Qapıya zərbə və gol! Ehsan Dövdət. Veriliş haqqında nə düşündün? Bax, bu dəqiqədə, bu keçən dəqiqələr ərzində səninlə danışdıq, ünsiyyət qurduq. Necə bir hissdir? Yaxşı bir işdir. Nə düşünürsən? Birinci həyəcanlı olur, amma yaxşıdır, maraqlıdır. Maraqlıdır. Bəli. Növbət dəfə artıq həyəcanlı olmayacaqsan, söz verirsən mənə. Bəli. Azərbaycanda futbolun inkişafına töhfə vermək olsaydı, nə kimi dəyişikliklər edərdin futbolda? Yəni, hər şey qaydasında da inkişaf edir futbol, yəni belə. Anladım səni, Fərhad. Yerdən dünyaya gəlsəydin, futbolçu olardın mı? Bəli. Düşünmədim. Veriləcək qətiyyətli cavabların var, Fərhad. Mən xoş oldu səndən danışmaq. İnanıram ki, uğurların bol olacaq. İnanıram ki, böyük zirvələr gələcək. Bütün zirvələr ayağının altında olacaq. Uğurların bol olsun. Minnətdaram mənə dəyərli vaxtı sərf etdiyin üçün, dediyin qədər də və maraqlı veriliş oldu. Təşəkkür edirəm. İnanıram ki, səs və Avropa klublarına işləyəcək. Minnətdaram. Təşəkkür. Sağ ol. Sağ ol.